gözəl hədiyyə nədir qadına? Qadına ən gözəl Dinimizdə. hədiyyə diqqət, qayğı və ona bir ana kimi, bir xanım kimi baxıb hörmət edir. Sahiblənmək. Bəli, sahib. Diqqət, qayğı göstərmək. Qadına ən gözəl hədiyyə nədir? Qadına Doğru, Rahim bəy. Maddiyyata baxanda birinci növbədə xarakterli kişi birinci ailəsinə, yəni xanım çox gözəl buyurdu, bəli, birinci kişiyə qiymət vermək istəsən, onun ailəsinə qiymət ver. Bax, qiymət verirsən, övladlarına necə baxır, xanımına necə baxır. evinə. Demirəm gün axşama kimi qal restoranda, yox, bunun da tərəfdarı deyiləm. Amma təbiidir, öz növbəsində, imkan dairəsində, bəli, xanımına, ailəsinə müəyyən vaxt ayırmalıdır. İmkanı çərçivəsində, maddi imkanı çərçivəsində onların vaxt ayırmalıdır ki, istirahətinə və o cümlədən də ən yaxşı onların mətbəxinə daha yaxşı baxmalıdır. Yeməyinə, içməyinə ki, o uşaqların gözü, bizdə bir misal var da, bir gözü orada burada qalmasın. Xüsusən o uşaqların xüsusi geyiminə və yeməyinə, içməyinə, halallığına daha gözəl baxmalıdır. Və yenə təkrar edirəm, bəli, xanımına hədiyyə də almalıdır, öz imkanı daxilində. Çünki xanımlar hədiyyəni daha çox sevir təbii ki. İndi bu qızıl ola bilər, bu nə bilim gül ola bilər, bu nə bilim adi bir parça, bir nə bilim bir kağız üzərində bir şey ola bilər. Sizin xəbəriniz var, Rahim bəy. Sözünüzü kəsmək niyyəti ilə deyil, dialoqa giririk deyə. Bir çox 99% qadınlar gülü sevmir artıq. Düz də eləyirlər. Mən indi misal üçün deyirəm. Onu qadın birisi hansı halda fikirləşir, heç nə yoxdur, buna da lənət, heç olmasa bu olsun. Neçə lənət.